Öd daşı xəstəliyi niyə yaranır? Niyə əvvəllər yaşlılarda olan bu xəstəlik artıq dövrümüzdə 20-30 yaşlı gənclərdə də rast gəlinməyə başlamışdır? Burada bir sıra səbəblər vardır. Birinci, ödün tərkibinin dəyişməsidir. Yəni, ödün tərkibində normada olan xolesterin, öd turşusu və fosfolipidlərdən xolesterinin miqdarı artır. Xolesterin miqdarı artanda orada kristallar, daşlar yaranmağa başlayır. İkinci səbəb, öd kisəsinin divarının hərəkətidir. Öd kisəsi divarı hərəkəti süstləşdikdə orada yaranan durğunluq sayəsində xolesterin kristalları yenə çökür və daş yaradır. Və nəhayət, iltihab və bəzi metabolik xəstəliklərdə öd daşları yarana bilir. Bunlarda əsas səbəb piylənmə, müasir dövrdə emal olunmuş qidaların istifadəsi, insulin rezistentliyin artması, şəkərli diabet xəstəliyi, uzun müddətli ac qalma, sürətli arıqlama, bunlar hamısı öd kisəsinin hərəkətini məhdudlaşdırır və daşın yaranmasına səbəb olur.